Ölkə üzrə qriplə bağlı mövcud epidemioloji vəziyyət ürəkaçan sayılmır və mövzu cəmiyyətdə geniş müzakirə olunur. Xüsusilə müxtəlif yaş qruplarında xəstəliyin hansı ağırlaşmalara səbəb ola biləcəyi və peyvəndin effektivliyi diqqət mərkəzindədir. Nekomentaza açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis eksperti infeksionist Təyyar Eyvazov bildirib ki, qış aylarında qripə yoluxma hallarının artması hər il müşahidə edilən epidemioloji qanuna uyğunluqdur. Onun sözlərinə görə adətən mart ayından etibarən yoluxmaların azalması gözlənilir. Hazırda ölkədə epidemioloji vəziyyət müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılır və əlavə fövqəladə tədbirlərə ehtiyac yoxdur. Mütəxəssis qeyd edib ki, qrip infeksiyası xüsusilə risk qruplarına daxil olan şəxslər üçün təhlükəlidir. Bunlara 5 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı insanlar, hamilə qadınlar, immun sistemi zəif olanlar və müxtəlif xroniki xəstəlikləri olan şəxslər daxildir. Bu kateqoriyaya aid insanlar üçün vaksinasiya ciddi şəkildə tövsiyə olunur. Qripin ən çox rast gəlinən ağırlaşmaları sırasında pnevmoniya xüsusi yer tutur. Uşaqlarda isə tez-tez orta qulağın iltihabı müşahidə edilir. Təyyar Eyvazovun sözlərinə görə vaxtında vurulan peyvənd yoluxma baş versə belə xəstəliyin daha yüngül və fəsadsız keçməsinə şərait yaradır. Peyvənd xüsusilə risk qruplarında ağırlaşmaların qarşısını almaq baxımından əhəmiyyətlidir. İnfeksionist həmçinin profilaktik tədbirlərin vacibliyini vurğulayıb. Əllərin tez-tez və ən azı 20 saniyə sabunla yuyulması, öskürərkən və asqırarkən ağız və burnun salfet və ya dirsəklə örtülməsi, xəstə insanlarla yaxın təmasdan uzaq durulması əsas qoruyucu tədbirlərdəndir. Bununla yanaşı tez-tez istifadə olunan səthlərin dezinfeksiyası, izdihamlı yerlərdən uzaq durmaq və xəstə şəxslərin evdə qalması tövsiyə olunur. Körpələr üçün isə ana südü ilə qidalanmanın davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Mənim fikrimcə, qriplə bağlı maarifləndirmə işləri daha da gücləndirilməlidir. Çünki bir çox hallarda insanlar xəstəliyi sadə soyuqdəymə kimi qəbul edir və vaxtında həkimə müraciət etmir. Xüsusilə risk qruplarına daxil olan şəxslər məsuliyyətli davranmalı, həm peyvənd məsələsinə ciddi yanaşmalı, həm də gigiyena qaydalarına riayət etməlidirlər. Qrip bəzən yüngül keçsə də ağırlaşma riski olan insanlar üçün həyati təhlükə yarada bilər. Buna görə profilaktika hər kəs üçün əsas prioritet olmalıdır.